Mərkəzi Gömrük Hospitalının həkim oftalmoloq Aynur Əliyeva. Bugün sağalmaq bilməyən yaxud gec sağalan konjunktivitlər haqqında qısa məlumat verəcəm. Konjunktivitlər gözün ön səthinin üzərini örtən, göz alması və qapaqları içəridən örtən silikli qişanın konjunktivanın iltihabıdır. Konjunktivitlər törədicisindən asılı olaraq müxtəlif klinikalar, müxtəlif simptomlarla keçir, amma bütün konjunktivləri, genezdən etiologiyasına asılı olmayaraq bütün konjunktivləri birləşdirən əlamətlər, simptomlar gözün sulanması, gözdə yağ cisim hissi, qum hissi, qaşınma, sulanma və ifrazatla qapaqların yapışması. Sağalmaq bilməyən gec sağalan konjunktivitlər pasientləri narahat edir. Məsələn, çox müraciət olur ki, ailə üzvlərində bütün ailə üzvləri konjunktivit olmuş şəxslərin bir neçəsində konjunktivit rahat, asan müalicəyə tabe olur. Digərlərində isə uzun müddət aylarla sağalmaq bilmir və yaxud ağırlaşması ilə mübarizə aparılır və çox vaxt el arasında çox aktualdır. Çoban yastığı çayı, qara çay dəmləməsi qoymaqla, isti kompreslər qoymaqla və yaxud aptekdən aldıqları hər hansı bir antibakterial dərmanlar istifadə etməklə vəziyyəti kontrol edib sağaldırlar özlərini və eyni ailə üzvləri belə sağalma gözləyirlər, lakin onlar sağala bilmirlər və müraciət edirlər ki, görəsən niyə bizdə ailə üzvlərinin yaxşı sağalıb, məndə isə belə sağalma getmir. Orqanizmin yaşından, xəstəliyin törədicisindən, xəstənin əlavə yan xəstəliklərinin, hansı xəstəliklər var, ondan asılı olaraq, orqanizmin ümumi vəziyyətindən asılı olaraq xəstəlik, konjunktivit kəskin, yarım kəskin yaxud da yüngül keçə bilir. Düzgün təyin olunmadıqda müalicə, yaxud təyin olunmuş müalicəyə düzgün riayət olunmadıqda, immunitet çox zəif olduqda, yanaşı xəstəlik olanda və yaxud gigiyena riayət olunmadıqda təyin olunmuş müalicəyə baxmayaraq orqanizmin reaksiyası zəif olur və təyin olunmuş müalicə effekt vermir. Düzgün müalicə aparılmadığı kəskin konjunktivitlər öz başına müalicəsiz sağaldıqda xroniki vəziyyətə keçə bilir. Törədicisindən asılı olaraq ağırlaşma verir və xroniki vəziyyətə keçirlər. Ümumiyyətlə bakterial konjunktivitlər daha rahat müalicəyə tabe olurlar, antibakterial müalicə başlanılır və daha tez effekt əldə etmək olur. Daha ağır keçən xəstəliklər, konjunktivitlər isə xəstəlik törədicisi virus olanlardır. Bu daha çox ailəvi sürətdə yayılan adenoviruslu konjunktivitlərdir ki, tez-tez rast gəlinir. Fəslinə əlaqədar olaraq çimərlik və hovuz fəslində aktual daha çox tez-tez rast gəlinən adenoviruslar ailə üzvlərinə demək olar ki, hamısı yoluxur və immunitetdən asılı olaraq tez sağlanılır, yaxud da ağırlaşmalarla keçib biz ilkin əldə etdiyimiz effekt, şikayətlər, simptomlar azalır, lakin tamamilə keçib getmir. Bu xroniki vəziyyətə keçir, yaxud da keratitlə ağırlaşdığına görə biz buynuz qişadakı bulanmaları müalicəsini aylarla davam edən hallar da olur. Bütün bunları nəzərə alaraq immuniteti gücləndirmək lazımdır ki, təyin olunmuş lokal topik damlalar immunitet kömək eləsin ki, immuniteti artıran vitamin kompleksləri təyin edirik ki, əldə olunan effekt xroniki vəziyyəti keçməsin, yaxud da tez effekt əldə olunsun. Bir də çətin sağalan, yəni müalicəyə tabe olmayan konjunktivitlər arasında allergik konjunktivitə göstərmək olar. Təəssüf ki, allergik konjunktivit demək olar ki, xroniki vəziyyətdə olur. İmmunitetdən asılı olaraq gec müalicəyə cavab verilir və təəssüf ki, tamamilə müalicəsi effekt əldə etmək olmur bəzi hallarda. Törədici müəyyən olunur, allergoloqla konsultasiya aparılır və konsultatsiyadan sonra ortaq nəticəyə gəlir ki, törədici hansıdır və allergen törədən allergenlə kontaktı dayandırılır. Daxili antihistamin tabletlər və yaxud da uşaqlıqsa siroplar təyin olunur və bundan sonra lokal oftalmoloqun təyin elədiyi müalicə daha effektiv olur, effekt verir. Allergik konjunktivitlərin törədicisi müəyyən olunması üçün biz allergoloqa müayinəyə göndəririk, qan analizləri verilir və bu qan analizlərini dəyərləndirdikdən sonra toplam bir yerdə müalicə aparılır. Onda allergik konjunktivlər daha tez, rahat müalicəyə tabe olur və daha yaxşı effekt verir. Kontakt kəsilməyən, allergenlə kontakt kəsilmədikcə təəssüf ki, allergik konjunktivit də aylarla davam edə bilir
və narahatçılıq verir. Müalicələr xəstəliyin törədicisindən, genezindən asılı olaraq müxtəlif damlalar, tabletlər formasında təyin olunur. Düzgün vaxtında təyin olunmuş müalicə, düzgün riayət olunmuş dozada müalicə və ümumi vəziyyəti yanaşı gedən xəstəliklərlə nəzərə alınmaqla təyin olunmuş müalicələr düzgün riayət olduğu halda kəskin vəziyyətdə, xroniki vəziyyətdə keçirmək yaxud ağırlaşmalar verməz.